Salam uşaqlar, bu günlərə attığım sualların izahlarına baxırıq. Deməli, bizdən soruşur ki, molekulunda kimyəvi rabitənin yaranmasında iştirak edən hibrid orbitalların sayları, sonra da onun cəmini soruşur. Demişik ki, 3 qat rabitəsi olan karbon sp hibridləşmə halındadır. Sp-də də 2 hibrid əmələ gəlir. 2 sp. Bu karbonda, digər karbonda da sp. Ümumiyyətlə, karbohidrogenlərdə neçə dənə hibrid varsa, hamısı rabitədə iştirak edir. Deməli, 4 hibrid var, 4-ü də rabitədə iştirak edir. Gəldik amoniyaka. Azotun xaricində 4 dənə hibrid əmələ gəlir. sp3 hibrid halında da azot. İçərisində 1 elektron olan hibrid, 1 elektron, 1 elektron, bir dənə də hibrid elektron buludu var, amma içərisində 2 dənə elektronu var. Bunlar hidrogenlə birləşir. Yəni, azotun xaricində 4 hibridi var, ancaq onun 3-ü rabitəyə sərf olunur. Bunun 4-ü də sərf olunur. Onda belə deyə bilərik. Azot hibridinin 3-ün rabitəyə sərf etdiyi, deyək ki, etin də, bu maddənin adı etindir. Etin də 4-ün sərf etdi. X ilə Y-in cəmini soruşur deyə, bu ikisinin cəmi də yazaq 4 üstə gələ 3 bərabərdir 7-yə cavab olur B variantı. Növbəti suala baxırıq. Deməli, natrium xlor OX, kalium xlor OY, litium xlor OZ birləşmələrinin nisbi molekul kütləsi eynidir. Hamısında xlor var deyə mən xlorların üzərindən xətt qoyuram. İndi gəlin baxalım. Birinci birləşməmiz 23 üstə gələk 16x bərabərdir M. İkinci üçün 39 üstə gələk kalium 39'dur. Oksigen 16Y bərabərdir M. Litium 7 üstə gələk 16Z bərabərdir M. İndi buradan X-i tapaq, Y-i və Z-i tapaq, müqayisə eləyək. X bərabərdir. X-i tapmaq üçün M çıxaq 23 bölək 16. İndi Y-i tapaq. Y bərabərdir. Yəni, bax, bu tənliyə əsasən tapıram. M çıxaq 39 bölək 16. Sonra Z-i tapsam, M çıxaq 7 bölək 16. Hamısının məxrəci bərabərdir. Hansının surəti böyükdürsə, o daha böyükdür. Burada görürük, M hər hansı bir rəqəmdir. Yəni, burada 7'ni çıxsan, ən böyük rəqəm bu eləyir. Ona görə Z böyükdür X-dən, X də böyükdür Y-dən. Cavab olur C variantı. Növbəti suala baxırıq. Bizə verilibdir, deməli, qaz 5,6 litr. Buna uyğun olan kütlə 11 qramdır. Biz də bilirik, qazların həzmi nə qədərdir? 22,4. Onda bu qazın kütləsi 44 qramdır. Tapdıq. Bizdən həmin qazın hidrogenə görə sıxlığını soruşur. Bir qazın digər qaza görə sıxlığını tapanda, bir qazın molyar kütləsini digər qazın molyar kütləsinə bölürük. Yəni, H2-yə bölməliyəm. Yəni, 44'ü 2'yə bölürəm. O da bərabər eləyir 22'yə. Cavab olur A variantı. 38'ə baxırıq. Bizdən soruşur ki, hansı elementin dövrü sistemdə mövqeyi doğru verilmişdir. Baxırıq bura, X-ə yazılıb 2S üstü 2, 2P üstü 3. Deyək ki, ikinci dövr elementidir. Bəli, ikinci dövrdür. Yarım qrupu 5A'dır. Bəli, 2 ilə 3'ü toplayıram. 5 eləyir, həm də P ilə qurtardığına görə əsas yarım qrupdur, bu doğrudur. Y-ə baxırıq. 3S üstü 2, 3P üstü 4 veribdir. Deyir, dövrü 3-cü dövrdür. Bəli, bu doğrudur. Sonra yazıb 6-cı qrup olmalıdır 2 ilə 4'ün cəmi. 6A qrupu olmalıdır. Amma burada nə veribdir? 4 verib. Deməli, bu yanlışdır. Bu yanlış oldu. Sonra gəlirik, baxaq Z-ə. Z-də verib 4, S üstü 1, 3D üstü 5. Verib 4-cü dövr. Bəli, dövrü düzdür. Qrupa baxaq 6A qrupu.
D-də elektron olanda, hətta D üstü 10 olub, 4 üstü 2 olsa belə, o əlavə yarım qrupdur. Bu ikisini toplayıram. 6-cı qrupun əlavəsi olmalıdır, amma bura əsas yazıb, bu da səhvdir. T'yə baxırıq. 4 S üstü 2, 3 D üstü 10. Dövr, dördüncü dövr doğrudur. İndi qrupa baxaq görək doğrudur. Nə demişdik? Demişdik ki, S ilə D-nin üstü toplananda. Əgər 12 olsa, ikinci qrupun əlavəsidir. Deməli, bu da doğru oldu. Bir X doğru oldu, bir də T doğru oldu. Cavab oldu nə? C variantı.